Salam əziz izləyicilər. Biz keçən söhbətlərimizdə danışdıq Quranın hərəkələnməsi barədə və dedik ki, Əbu'l-Əsvəd Duəli bu işi eləyib. Quranın hərəkələnməsində zəhməti olub Əbu'l-Əsvəd Duəlinin və bu iş tam olaraq Quranın rahat şəkildə oxunmasına gətirib çıxartmadı. Yəni hələ də müsəlmanlar əziyyət çəkirdilər Quranın oxunmasında. Və əlbəttə ərəblərin özləri rahat şəkildə oxuyurdular. Əziyyət çəkmirdilər, rahat idi ərəblər üçün. Qeyri-ərəblər, müsəlman olan qeyri-ərəblər üçün çətinlik yaradırdı və müəyyən dərəcədə biraz rahatçılıq yaratdı müsəlmanlar üçün Quranı oxumaq. Fəthəsin, kəsrəsin, zəmməsin artıq bildilər ki, bu kəsrə ilə oxunmalıdır, bu zəmmə ilə oxunmalıdır. Müəyyən dərəcədə bu məsələ müsəlmanlar üçün rahatçılıq yaratdı. Amma bəzi hərflər var ki, onlar nöqtələrlə seçilir. Məsələn, bə, tə, sə hərfi. Bunlar nöqtə qoyulmasa bilinməz bu bədir, yoxsa tədir, sədir. Bunlar bir-biri ilə qarışar. Və yaxud cim hərfi, hə, xa hərfi. Bunlar yazılışı da eyni, əvvəldə gələni, ortada gələni. Bunların bir-birlərindən fərqləndirən bunlar nöqtə ilə seçilir və müsəlmanlar da baxırdılar, oxuyurdular, əziyyət çəkirdilər. Bəzən bəni tə kimi oxuyurdular, bəzən təni bə kimi oxuyurdular. Belə bir səhvlərə yol verirdilər Qurani Kərimi oxuyanda. Və o vaxtı Əbdülməlikin xilafəti dövründə İraqın əmiri olan Yusif katiblərə əmr eləyir ki, bu məsələni aradan qaldırsınlar və nöqtələnmə işi aparsınlar Qurani Kərimdə. Və Əbu'l-Əsvəd Duəlinin iki tələbəsi Yəhyə ibn Yəmər, bir də Nəsir ibn Asim bu işi eləyirlər və tarixdə gəlir ki, o vaxtı biz keçən söhbətlərimizdə də demişdik ki, o vaxtı hərəkənin özü nöqtə ilə işarələnmişdi, nöqtələrlə bildirilirdi və hərfləri nöqtələməyə başlayanda hərəkələrlə qarışmamaq üçün hərəkələri qırmızı hərflə nöqtələdilər və hərflərin nöqtələrini isə başqa bir dənə rənglərdən istifadə elədilər ki, müsəlmanlar qarışdırmasın hərəkə ilə hərfin nöqtələnməsini. Və bu nöqtələnmə işi sona çatdıqda müsəlmanlar demək olar ki, artıq Quranı rahat şəkildə qiraət eləyə bilirdilər. Yəni heç bir çətinlik çəkmirdilər. Artıq Quranın hərəkələnmə məsələsi həll olunmuşdu və Quranın nöqtələnmə məsələsi həll olunmuşdu. Düzdür, bu işləri eləyəndə bəziləri etiraz elədilər, bəziləri narazılıq bildirdilər. Bəziləri də razılıq bildirdilər ki, lazımdır, Quran daha rahat şəkildə müsəlmanlar tərəfindən qiraət olunacaq, oxunacaq. Amma bunların hamısının ümumi bir dənə məqsədi var idi. Quran təhrif olunmasın, Quran qorunsun təhrifdən. Hamısının məqsədi, hədəfi bu idi. Quranın kitab şəklinə salınması, Quranın hərəkələnməsi, Osmanlı dövründə digər müshəflərin yandırılması, nöqtələnməsi, bunların hamısının hədəfi bir idi, bir dənə hədəfi var idi. O da bu idi ki, Quran təhrifə məruz qalmasın. Bu qədər, inşallah gələn söhbətlərdə görüşənədək sağ olun, Allah amanında.